25 illik həyatımda ilk dəfə Bakı toyunda iştirak edirəm. Bugün əziz rəfiqəmin toy günüdür. Biz onun üçün rayondan gəldik Bakıya. Qeyd etdiyim kimi də ilk dəfədir Bakı toyunda iştirak edəcəm. Amma Bakıya gələn kimi ilk öncə öz arzumu gerçəkləşdirdim. Çoxdandır ki, qaynaq etməyi düşünürdüm. Qısacası nəhayət ki, uzun saçlara qovuşdum. Mən nəticəni çox bəyəndim. Sizin də fikrinizi gözləyirəm. Ardınca isə getdim salona və saç makyajımı hazır elədilər. Lakin saçlarım çox ağır olduğundan buruqlar heç toya gedənə qədər belə qalmadı, təəssüf ki. Toya gecikməsəm əlbəttə ki, olmazdı. Elə bəyləgənin içəri daxil olmasıyla mənim də toya daxil olmağım bir oldu. Əsas odur, xoşbəxt olsunlar. Rəfiqəm deyə demirəm, toydan tam bir mələyə oxşayırdı və bir-birlərinə də çox gözəl yaraşırlar, maşallah. Açığı Bakı toyunda ilk dəfə iştirak etdiyim üçün necə keçdiyi mənə çox maraqlı gəlirdi. Bu barədə fikirlərimi sonda bölüşəcəm. Rəfiqənin girişindən sonra isə rəqqasələr tərəfindən gözəl bir rəqs təqdim olundu. Ardınca da biz özümüz üçün balaca bir fotosessiya elədik. Təbii ki, belə bir geyimdə və saç makyajda çəkiş etməsəm olmazdı. Mən bu obrazı çox bəyəndim. Özəlliklə də bu geyimi hazırlayan dərzi xanımı aşağıda etiketləyəcəm. Hazırda kirayəsi mövcuddur. Və burada isə artıq rəfiqəm üçün hazırladığım sürprizə gəldik. Xəbərsiz onun toyu üçün hazırlaşıb rəqs çıxışı elədim. Burada sadəcə qısa bir fraqmentini paylaşıram. Rəqsin tam halını və gəlinimizin reaksiyasını növbəti videoda paylaşacağam. Ardınca isə başladıq oynamağa ta toy bitənə qədər. Sonra da toyumuzun adət-ənənəsi olan bəy və gəlinimiz tortu kəsdilər, amma daha maraqlı və fərqli formada. Və toyda ən çox bəyəndiyim hissə isə oldu ki, artıq tortu kəsdikdən sonra demək olar ki, təxminən saat 10-un yarısı civarlarından etibarən ancaq və ancaq diskoteka oldu. 2 saat ancaq dayanmadan oynamışıq deyə bilərəm. Bu isə mənim daha çox xoşuma gəldi. Bizim toylarda elə toy bitənə qədər sağlıqlar olur. Ona görə bu mənim üçün biraz qəribə və maraqlı gəldi. Çox əyləndiyimizi buradan çatdıra bildim mi deyə bilmirəm, amma toy çox xoşuma gəldi və ki, hər zaman toylar olsun.